Yüksək şəkərdən əziyyət çəkənlər, diqqətlə məni dinləyin. Bugün insanlar şəkər probleminə qarşı müxtəlif iynə dərman istifadə etsələr də, şəkəri normaya salmağa bacarsalar belə, şəkərin bədənə verdiyi fəsadların qarşısını almaqda çətinlik çəkir. Şəkər gözlərdə tor gətirir, gözlərdə zəifləmə yaradır, böyrəkdə problemlər, böyrək büzüşməsi, ayaqlarda problem, demək olar bütün orqanlara ziyan və zərər vurur. Bəs biz nə edək? Necə edək ki, şəkərin bədənə verdiyi fəsadların qarşısını alaq, şəkəri normaya salaq deyirsinizsə də, mən sizlərə şəkər təbabətinin 2 məhsulunu tövsiyə edirəm. İstifadə ilə antilipid çayı və spirulina məhsulu. Antilipid çayı bitki tərkib bir çaydır, təmizləyici bir çaydır, orqanizm təmizləyir, damarları açır, mədaltı vəzin fəaliyyətini yaxşılaşdırır, şəkəri normaya salmaqda effektiv köməklik göstərir. Spirulina məhsulu isə makro mikroelementlərlə, vitaminlərlə zəngin bir məhsuldur, dəniz yosunundan hazırlanıb, orqanizm gücləndirir, immunitetini gücləndirir, şəkərin bədənə verdiyi fəsadların qarşısını alır. Sən bu 2 məhsulu istifadə edərək həm şəkəri normaya sala, həm də şəkərin bədənə verdiyi fəsadların qarşısını ala bilərsən. Ətraflı məlumat üçün, məhsul əldə etmək üçün əlaqə nömrəsi profilimizdə qeyd olunub. Əlaqə saxlayın, Azərbaycanda hər bir bölgəsinə çatdırılma mövcud.